Mən hərdən vaxtım olanda öz-özümə bir düşünürəm, maşınımı sürəndə, tənham olanda evdə və bunu ürəkdən deyirəm. Ümumiyyətlə, yaxşı adam olmaq çox çətindir, elə belə gəlməsin. Onun arxasında o qədər detallar var, o qədər bəzən sırf dəqiq ürəkdən yaxşı olmaq üçün əlin cibində də olmalıdır, qonşuda bir kasıb olur, insana bir sənətkar mı var, sənətkarı anlaya bilirsən. Yəni, o çox çətin işdir. O bir kino hansı şeydədir, bəyin uğranmasında deyir ki, bu kino ki var, o qəliz bir məsələdir. Yaxşı insan olmaq milyonlarda barmaq sayı olur. Bu mənim həyatda öz şəxsi fikrimdir, öz... Genetik kodları olur, deyildir müəllim, adamların. Siz danışırsınız, mən sizə baxıram, Allah sizə uzun-uzun ömürlər versin, siz də o tip insanlardansınız. İnanırsınız, bax, and ola, mən buradasınız deyə demirəm, ha. Yəni, Seyfəddin Əsəd adı gələndə mən eşitməmişəm ki, kimsə ağzını əysin, kimsə desin, sən ablam o tərəf elə. Olur da belə. Bax, gələn qonaqlar olsun proqramımıza, qıraqdan. Allah şahidimdir ki, biz tam təsadüfi rayonda veriliş məsəl üçün çəkmişəm. Tovuzda insanlar və yaxud adi mənim getdiyim məclislərə də biz daha çox harada oluruq, daha belə toplumun olan yeri toylarda, məclislərdə. Hamı sizi məndən soruşur, doktorla nə tərdaram, doktor nə eləyir? O yaman yaxşı adamdır. Sən ona doktor falan şey demişdə, falan şey olub. Yəni, sizi də belə istəyirlər. Doktor uşaqla uşaq böyük. Mən hələn evirəm Seyfəddin doktor, valla məndən balacadır. Bizdə neçə illərdir, uzun illərdir bizi də bağlayan o xarakterdir, o səmimiyyətdir. Bilirəm, sizə dilə gəlir. Elə biləm ki, Seyfəddin doktor məndən balacadır. Çünki hər mövzuda söhbətə açıqsınız. Yəni, heç, məsələn, insanlar var da başqa don geyindirirlər. Doktor bəlkə də, mən öz düşüncəmə görə deyirəm, doktor bəlkə də 30 il, bəlkə də 35 il, bəlkə də biraz da çox o illərdən bəri bilir ki, bu həyat bir dəfə verilir, ikinci yolu yoxdur. Onu dərk eləyən insanlar istər-istəməz haqqın yoluna qədəm qoyur, qədəm qoyanda da Tanrı səni aparır, istədiyin o dəyərlər var ki, o mərtəbələr var. Oraya çıxardır, doktoruna görə. Allah sizə uzun ömür olsun. Var ol, çox təşəkkür edirəm. Varınızsınız. Çox təşəkkür edirəm. Həqiqətən, nə yaxşı ki, sizi tanımışıq. Nə yaxşı ki, həyatımızda sizin kimi bir dostumuz var. Şəxsən mən öz adıma deyirəm. Çox vacibdir. Düşünürəm, İllar müəllim bunu deyir. İnsanın pis günündə də, yaxşı günündə də yanında ola biləcək insansınız. Yəni, sizin də fərqli xarakterləriniz var. Bir gün bunu da tərifləmək üçün demirəm, doktor. Bir günləri doktor evdə mənə baxırmış, efirdə olmuşam. Nəsə, orada elə bir qəbahət deyildi, amma bir sözdür ki, yəni, bu belə oldu, bu belə oldu, biraz aqresiv, biraz əsəbi belə, bu belədir. Nəsə, çıxandan sonra zəng elədi doktora, mən həmişə təşəkkür edirəm o varlığa görə. Dedi ki, Eldar, budur, belə bir dəqiqə keçmədi. Dedim ki, doktor, sizi çox gözəl anladım. Çoxdan olub, bəlkə 15 ilə yaxın təzə gəlmişdim. Dedim, doktor, təşəkkür edirəm. Mən o yolla indi yürürəm, o mənə çox kömək elədi. Bir kəlmə söz mənə çox gərəkli oldu, çox kömək oldu. Mən də özümdən biraz yaşca balacalara müəyyən bu yollar deyirəm ki, bax, bu budur. Bəli. Doktor həkim kimi də çox gözəl həkimdir. Örtülü eləcə bircə kəlməsini deyirəm. Da detala getməyəcəm. Görürüm, sənəti var, sənəti olmayanlar hücuma keçirlər. Bu da reaksiya verir. Deyirəm, sən o vaxt olar ki, onların kiminsə sənəti səndən yüksək olur. Çox böyük sözüydü. Sən boş, eləcə baxma. O tərəfə baxma. Çünki hamı bilir ki, sən sənətkarsan, böyük sənətkarsan. Onda rahat, ondan sonra həmin o sözü elə dəyərini sağ olsun. Siz var eləsin, doktor. Sağ ol, gözəl. Allah var eləsin.